demək üçün hak yolundan dönməyəcək, azadlığa yetmək üçün hak yolundan dönməyəcək, azadlığa yetmək üçün. Əskər vətən əmanəti, yurd əmanəti, əskər ocaq əmanəti, od əmanəti, əskər vətən əmanəti, yurd əmanəti, əskər ocaq əmanəti, od əmanəti. İntiqamı alınmasa, şəhidlərin geri dönmə, son qələbə çalınmasa, silahınla sən öyünmə, son qələbə çalınmasa, silahınla sən öyünmə. Əskər vətən əmanəti, yurd əmanəti, əskər ocaq əmanəti, od əmanəti. Qarabağımda düşmən at oynadı Araz boyunca. Qəlbim qan ağlayır bu gənc yaşımda. Gəl boyuna qurban, ay vətən ol. Qəlbim qan ağlayır bu gənc yaşımda. Gel boyuna kurban, ay vətən ol. Şuşa yaylağını siz duman aldı, kar bülbülünün gözleri doldu. Topxana meşesi Tamam, hər vaxtınız xeyir olsun. Möhtəşəm tədbir toplantısına gələn dəyərli valideynlər, əziz şəhid anaları, dəyərli atalar, əziz məktəblilər. Hər birinizə məlumdur ki, bu günləri bizim bura toplaşmaqda məqsədimiz bu müqəddəs torpaqda dünyaya göz açan, canıyla, qanıyla bu torpağa bağlı olan və dediyi sözü öz canı, qanı baxasına sübut edən qəhrəman el oğlumuz Tələngəv Bünyədəli Qulamoğlunun 68-ci mövlüd günü ilə əlaqədar olan tədbirdir. Bünyədəli təkcə ziyalı kimi böyümədi. Bünyədəli həm də şərəfli ömür yolu ilə bir peşəkar hərbçi olaraq özündən sonra bir hərb məktəbi qoydu. Onun məktəbi təkcə hərb məktəbi ilə bitmədi. O özündən sonra gələn nəsil üçün qeyrət, şərəf məktəbi qoydu. Və o məktəbin Lətif Ağayev kimi,
Fərman kimi, Şahin kimi, Çərkəz kimi, Mehman kimi, Ruhid kimi davamçıları oldu. Və onların hər birinə Allahdan rəhmət diləyirəm. Eləcə də bu günləri vətənimizin keşiyində dayanan, bu torpaqdan çıxan yüksək rütbəli zabitlərimiz var. Vüsət Xaniyevin, Elgün Qulamoğlu'nun adını fəxrlə çəkmək istəyirəm. Dəyərli qonaqlar, istərdim məclisimizin başlayan məqamında bugün nuruna, işığına toplaşdığımız qəhrəman el oğlumuz, o qəhrəman ki, bizim hər birimizin qəlbində o qəhrəman olaraq həkk olub, Azərbaycanın milli qəhrəmanı adını haqq etmiş Qulamoğlu Bünyadəli Pələngövün timsalında bütün şəhidlərimizin ruhunu hörmət və ehtiramla yad etmək üçün bütün məclis iştirakçılarını bir dəqiqəlik sayğı duruşuna dəvət edim. Allah rahmet eylesin. Yaşasın Azərbaycanımız. Ulu yaradandan arzu edək ki, Azərbaycanın bütövlüyü bundan sonra heç zaman pozulmasın. Və maarifləndirici tədbirlər günü-gündən genişlənir. Bunun bariz nümunəsi olaraq elə bu məktəbi göstərmək olar. Həm bugünkü tədbirin təşkilatçısı, həm də qəhrəmanımız Bünyadəli Pələngöv adına Züvüc kənd tam orta məktəbinin direktoru Sahil müəllimi dəvət edirəm. Buyurun Sahil müəllim. Əziz tədbir iştirakçıları, hər birinizin salamlayıram. Qonaqlara xoş gəldin deyirəm. Bu günləri biz sizlərə ev sahibliyi edirik. Məktəbimiz bildiyiniz kimi qəhrəman şəhidimiz Bünyadəli Pələngöv adını daşıyır. Bu məktəb bizim üzərimizə böyük məsuliyyət qoyur. Həm bura təhsil ocağı kimi bilirik, həm buranı qəhrəman şəhidlərin ocağı kimi bilirik. Ona görə də bu bizim üçün 2 qat məsuliyyət artırır. Və eləcə də qəhrəman şəhidlərimizin haqqında keçirdiyimiz tədbirlər, onların, şagirdlərin gələcəkdə nümunəvi tərbiyə almasına, onların vətənpərvər böyüməsinə köməklik göstərir. Və bunun üçün də şagirdlər də, bizlər kimi, şagirdlər də özləri üzərində məsuliyyət dərk edirlər ki, bizim məktəbimiz qəhrəman şəhid adını daşıyır.
Və buna biz doğrudan da biz həm təhsil ocağı kimi, həm qəhrəman şəhidin ocağı kimi biz baxırıq. Və bunun üçün, buna görə də bizim məzunlarımızın ildən ilə göstəriciləri, nailiyyətləri də yüksəlir. Bu da bunun bariz nümunəsidir. Hər birinizə xoş gəldin deyirəm. Bugünkü tədbirə gəldiyiniz üçün sizə minnətdaram. İnşallah tədbir əsnasında şagirdlərimizin, sizlərin də sözləri olacaq. Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun, məkanları cənnət olsun. Bəlkə də borcundan çıxmadın vətən, ömür bahar deyil bir də qayıtsın. Öləndə qoynunda qoy ölüm ki mən, çürüyüm bir ovuc torpağın artsın. Torpaqda doğulan var, torpaq üçün doğulan var. Vətəndə doğulan var, vətən üçün doğulan var. Bizim qəhrəman qardaşımız Bünyadəli Pələngov da torpaq üçün, vətən üçün doğuldu. Torpaq naminə, vətən naminə ölümə getdi. Bilə-bilə, görə-görə. Bilə-bilə, görə-görə, hətta gülə-gülə ölümə getmək hər oğulun, hər kişinin işi deyildi. Məhz Bünyadəli kimi mərd oğulun, kişilərin işiydi ölümə getmək. Onlar ölümə getməklə Allahın dərgahında ən uca məqam olan şəhadətlik zirvəsinə ucaldılar. Xoş onların halına. Allah təki onlara xatir sizli-bizli hər birimizi bağışlayanadan qərar versin. Qəhrəman el oğlumuzun şərəfli ömür yolu haqqında bir daha sizi məlumatlandırmaq üçün məktəbimizin şagirdi Əsmər Mirli kürsüyə dəvət edirəm. Salam əziz tədbir iştirakçıları. Böyük türk yazarı Midhat Cəmal Kuntayın dili ilə desək, bayraqları bayraq edən üstündəki qandır, torpaq əgər uğrunda ölən varsa vatandır. Bəli, torpaq uğrunda ölən varsa ora vətəndir. Torpağa bağlılıq hər bir insanın canında, qanında olmalıdır. Torpaq ana qədər əziz, istəkli və müqəddəsdir. Ana yurdumuzu, Azərbaycanımızı canları qədər əziz bilən, sevən igidlərimizdən Mübariz İbrahimov, Çingiz Mustafayev, Fərid Əhmədov, Bünyadəli Pələngov, Lətif Ağayev, Şahin Tahirli, Sərkəz Teyyublu, Ruhid İslamlı, Əli Şəfili, Fərman Kazımov və minlərcə digər qəhrəmanımız vətənin müdafiəsinə qalxmış, son nəfəslərinə qədər düşmənlə mübarizə apararaq şəhidlik zirvəsinə ucalmışlar. İnsan insan olur öz hünəri ilə, millət millət olur xeyri, şəri ilə. Torpağın bağrında cəsədləri ilə azadlıq tumlunu əkdi şəhidlər. Torpağın bağrına öz cəsədləri ilə azadlıq tumunu əkən şəhidlərimizdən biri öz tərbiyəsi, daxili və mənəvi keyfiyyətləri, istiqanlığı, gülərüzlüyü, sədaqəti, sadəliyi, gözəl işləri, əməlləri və eyni zamanda qəhrəmanlığı ilə elinin, obasının rəğbətini qazanmış, 1957-ci ildə anadan olmuş, vətənimizin yenilməz oğlu Bünyadəli Pələngov olmuşdur. Bünyadəli Qulamoğlu Pələngov bugünkü gündə 4 aprel 1957-ci ildə Lerik rayonunun dağlar boynunda yerləşən Züvüt kəndində anadan olmuşdur. Onun atası el sənətkarı, nəfəs alətlərinin mahir ifaçısı olmuşdur. Anası Mələk xanım isə ömrünün cavan çağında 5 övladını ömür gün yoldaşı Qulam kişiyə əmanət verib dünyadan nakam köçmüşdür. Anası vəfat edərkən Bünyadın cəmi 7 yaşı olmuşdur. Bu yaşda anadan ayrılmaq həqiqətən dəhşətdir. Kaman kimi gərilmişik, ayağına sərilmişik, qəbrin üstə gəlmişik, hanı şirin dilin ana. Balaların yetim quzu, bəxti olub dərdə ruzu, bari oxşa boynumuzu, hanı istəyəlin ana. Necə dolanaq başına, dələnmişik göz yaşına, sarılmışıq baş daşına, vaxtsız ölən gəlin ana. Bünyadəli ilk təhsilini Züvüt kəndində almışdır. Məktəbdə oxumaqla yanaşı, atasının yaratdığı ansamblda iştirak edər, zərb alətlərində
Sonra isə gitarada öz istedad və məharətini göstərərdi. Zümrüd bulaqların həzin pılçıntıları ürəyinə nəğməli duyğular səpmişdi. Bu duyğuların işığında musiqiyə tükənməz bir həvəs, dərin bir istək göyərmişdi Bünyadın qəlbində. Hələ uşaqlıqdan ürəyində yurt salmış ana həsrətini nəğmələrinin kövrəkliyində, həzinliyində ovundurmaq istəyirdi. Gəncliyinin ilk çağında kənd toylarını onun həzin, ürəyə yatımlı mahnıları bəzəyirdi. Yetim taleyinin ağrı acısını gitara tellərində dilləndirərdi. O, orta məktəbdə əla qiymətlərlə oxuyar, məktəblilərin tədbirlərində fəal surətdə iştirak edər, hətta təşkilatçı müəllimlərə də yardımcı olardı. Dünyanın gözəl şəhidlərimizin, dünyadın gözəl səs templi, şeirləri yüksək qiraət etmək məharəti vardı. Xalqımızın əvəz olunmaz şairi Mikail Müşfiq onun ən çox sevdiyi şairlərdən biri olmuşdur. Bəlkə hiss etmişdi ki, Müşfiq kimi tez açılıb, tez də solacaq. Mikail Müşfiqin yenə o bağ olaydı, qızılgül olmayaydı. Necə əl çəkim şeirlərini aydın, səlis, rəvan nitqlə söyləməsi hələ də yaddaşlardan silinmir. Orta məktəbi bitirdikdən sonra bir müddət Züvüt kənd məktəbində laborant kimi çalışmışdır. Texniki təlim vasitələrinin işlədilməsində, tədris vəsaitlərinin tərtibində xüsusi qabiliyyəti hər bir kəsə nümunə olmuşdur. Laborant işlədiyi müddətdə məktəbin bütün siniflərini radiolaşdırılmış, dərsləri direktor otağından dinləmək də mümkün olmuşdu. Elm texnikanın o qədər də inkişaf etmədiyi bir dövrdə bu məktəb üçün böyük yenilik olmuşdu. Bünyadəli 1983-cü ildə hərbi qoşunlarda gizli rütbəsi daşıyırdı. 1984-cü ildə Tiflisi Ali Hərbi Məktəbini, 1986-cı ildə isə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus Dili və Ədəbiyyat İnstitutunu qiyabi bitirmişdi. 1991-ci ildə Naxçıvanda hərbi xidmətdə olan Bünyadəli Ermənistanla sərhədlərimizin müdafiəsində durmuşdu. Qarabağ uğrunda onun döyüş yolu 1992-ci ildən başlamışdı. En saylı hərbi isə komandirimizin təchizat işləri üzrə müavini baş leytenant Bünyadəli Pələncov cəsarəti, qorxmazlığı, doğma yurda bağlılığı, sevgisi ilə yoldaşlarına nümunə olmuşdu. Ağdamın Naxçıvan kəndi uğrunda gedən amansız qanlı döyüşlərə rəhbərlik edən Bünyadəli cəsurluğunu bir daha sübut etmişdi. Baş leytenant Bünyadəli Pələncov 1992-ci il iyunun 26-sında növbəti dəfə döyüş bölgəsində yola düşür. Ağdamda yerləşən qərargahda ona bildirirlər ki, Arazəmin kəndində əskərlərimiz mühasirədədir. Bünyadəli təxirə salınmadan mühasirəni yarmaq üçün əməliyyat planı hazırlayır. Təcili qrup hazırlayaraq mühasirəyə düşmüş əskərlərimizin köməyinə tələsdirir. Düşmən mühasirə xəttini güclə atəş altında saxlayırdı. Lakin təcrübəli hərbiçi Bünyadəlinin cəsarəti nəticəsində mühasirə yarıldı, əskərlərimiz xilas oldu. Ancaq döyüşün son anında amansız düşmən mərmisi vətənimizin bu igid, yenilməz oğlunun həyatına son qoydu. Şəhidliyə gedən yolda bu Bünyadın son döyüşü oldu. Hal-hazırda Lerik rayon Züvüt tam orta məktəb, Bakı şəhəri Suraxanı rayonundakı 285 sayılı orta məktəb torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Bünyadəli Qulamoğlu Pələncovun adını daşıyır. 2007-ci ildə isə ölkə prezidentinin sərəncamı ilə Bünyadəli Pələncov ölümündən sonra igidliyə görə medalı ilə tərtib olunmuşdur. Teşekkürler. Azərbaycan əyilməz, Azərbaycan bölünməz. Bir kere yükselen bayraq bir daha enməz. Azərbaycanın bölünməməsi üçün, bütövlüyü üçün, eləcə də bu müqəddəs bayrağın daim zirvələrdə yüksəlməsi üçün sona qədər əzmkarlıq göstərən Cənab Prezidentimiz Ali Başkomandan İlham Əliyev cənabları ilə xalqın vəhdətini biz 44 günlük vətən müharibəsinə gördük. Və nə xoş o nümayəndələrin halına ki, Cənab Prezidentin ehtimadını
bölgelerde de doğrultmağı bacardılar. Şəxsən mən tədbir iştirakçısı olarak, mütəmadi olarak bunun şahidi olmuşam ve bunun için bunu hatırlamağı özümə borc bilirəm. Hansı tədbir olmasından asılı olmayaraq, xüsusən də şəhid ailələri bağlı rəsmi və ya qeyri-rəsmi tədbirlərdə mən həmin icra hakimiyyətin başçılarının, eləcə də onun müavinlərin, rəsmi nümayəndələrin mütləq başda görmüşəm. Təkcə görməklə deyil, onların o ailələrə dəstəyinin şahidi olmuşam. Ki biz varıq, onlar vardır, sona qədər hər birimiz bir olaraq onların timsalında şəhid ailələrinin, qazilərimizin, eləcə də şərəflə xidmət edən hərbiçilərimizin yanında olacaq. Bunun bariz nümayəndəsi olaraq bu günləri mən Lerik rayon icra hakimiyyətinin mavini, dəyərlimiz Arzu xanım Vəli Məmmədovanı kürsüyə dəvət edirəm. Buyurun Arzu xanım. Hörmətli şəhid ailəsinin üzvləri, hörmətli tədbir iştirakçıları, əziz məktəbli dostlar, bizim bugünkü bu tədbirimiz çox böyük bir hadisənin il dönümünə, böyük zəfərə gedən yolun başlanğıcı olan aprel döyüşlərinin vaxtına təsadüf eləyir. Bax, mən özümdən əvvəl ki, natiqlərin fikirlərini bir daha təkrar eləmək istəmirəm. Bizim igid oğullarımız, igid qəhrəmanlarımız, mənim həmyaşıdlarım eyni vaxtda institut qurtarmışıq. O qiyabi mən ayani eyni institutu, o vaxt ki Mirzə Fətəli Axundov adına Azərbaycan Rus Dili və Ədəbiyyatı İnstitutunu. Bax, o nəsil 1-ci Qarabağ vuruşunda qəhrəmanlıqlar göstərdi. Qarabağa yol açmaq istədi, Qarabağı Xankəndiyə yol açmaq istədi, Qarabağı Azərbaycan kimi görmək istədi. Aprel döyüşləri sonra bu cücərtini yaratdı. Və bizim digər qəhrəmanlarımız, elə sizin kənddən olan Şahin kimi və digər ikisini təəssüf ki, indi adını unuttum və Çərkəz kimi, Ruhid kimi və bizim Lətif Fərman əvvəlki döyüşlərdə olmuşdu. Onlar əvvəlki şəhidlərimizin qanını aldı. Qarabağa yol açdı. Qarabağ Azərbaycandır dedilər. Xankəndi bizim oldu və indi onların o azad etdiyi o Xankəndidə, Züvüc kəndindən də bir qız balamız universitetdə oxuyur. Bax, bundan böyük dəyər, bundan böyük şərəf ola bilərmi? İndi mən bura baxıram, məktəbliləri görürəm, əziz məktəbli dostlar, hamımızın həyatda hədəfi var. Ulu Yaradanın köməkliyi ilə inşallah o hədəflərə çatarsınız. Bizim şəhidlərimizin də hədəfi var idi, arzuları var idi. Onların arzularını siz davam elətdirməlisiniz. Onların arzuladığı hədəflərə sizlər çatmalısınız. Onların adlarını həmişə uca tutmalısınız. Bu kəndin adını həmişə bütün dünyada yaşatmalısınız. Elinizin, ovanızın və siz bizim müstəqil Azərbaycan dövlətinin layiqli vətəndaşları olmalısınız. Bizim şəhidlərimizə layiq vətəndaşlar olmalısınız. Nə deyim, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Elə bilirəm ki, qardaşımız şəhid Bünyadəlinin də ruhu buradadır. Elə bilirəm bu mərasimi görür və o sevinir. Sevinir ki, o da vaxtında ürəyində arzusuna tutduğu hədəfinə çatıb. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Şeyx Nizami yazır ki, qüvvət elmdədir, başqa cür heç kəsə üstünlük eyləyə bilməz. Bu müqəddəs məkandan çıxan o qəhrəmanlar öz sahəsində necə ki qəhrəmanlıq göstərdilərsə, digər sahələrdə də şəxsən elm sahəsində olan dəyərli ziyalılarımız da bu torpağa, bu elə, bu obaya hər zaman başucalı gətirdilər. Mən samimi etiraf edim ki, onu müşahidə edənlər bilir. Təkcə Azərbaycan təhsil sistemi deyil, MDV məkanında yüksək tribunalardan çıxışları ilə hər birinin yadında qalan dəyərli ziyalımız, həm qəhrəmanımızın qardaşı,
həm də bu ilin bu ovanın ziyalı oğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, değerli alimimiz Profesör Əbülfət müəllim tədbirdə iştirak edir. Əbülfət, məmnuniyyətlə sizi dəvət edirəm kürsüyə. Bir ziyalı olarak, həm də qəhrəmanımızın qardaşı olarak. Hamınızı salamlayıram. Çox sağ olun, zəhmət çəkib gəlmişsiniz. İndi təbii ki, sonda Bilyadın həyat yoldaşı da burada iştirak edir. O öz necə deyirlər, təşəkkürü bildirəcək hamıza. Mən başqa istiqamətdə çıxış eləmək istəyirəm. Bilyad haqqında danışmaq istəmirəm. Kifayət qədər auditoriya onu tanıyır. Gələn qonaqlar da o biri tədbirdə də iştirak etmişlər. Mən hesab edirəm ki, bircə kəlmə deyə bilərəm ki, Bilyadın dünyaya gəlişi də bir bayramıdır. Aprel ayı, bilirsiniz ki, bayramlar ayıdır, gözəl gündür, yazın gəlişidir, dövranın gəlişidir, hər şeydə təzələnən bir şeydir. Ölümü də bir bayramdır. Ölüm günü də 26 iyun ordunun yarandığı gündür. Dövlət səviyyəsində bu təqdim olunur. Ona görə bu kifayətdir ki, bu təkcə bizim qardaşımız, bizim ailəmizin qəhrəmanı deyil, həm də Azərbaycanın bütövlükdə sayılan qəhrəmanlarından biridir. Bugünkü tədbirdə çox zəhmət çəkiblər. Sahil müəllim sağ olsun, Əbdül müəllimin təşəbbüskarı əslində bunlar olubdur. Mən sadəcə olaraq məndən məsləhət eləyirlər, dəstək vermişəm. Amalımız başqa olubdur. Yəni bu kəndə bir qrup yaratmışıq. İstəyirəm cəmaət bilsin, gəlməyən ziyalılar da qulaqlarına çatsın. İstəmişik ki, bu kəndə bir ziyalı qrupu kimi dəstək verək. Həm mənəvi cəhətdən dəstək verək, həm də maddi cəhətdən. Ancaq sadəcə olaraq tarix kimi bu gün gözəl gündə hamının imkanı var yazda gəlişə, bir-birimizi bayramlaşmağa, salamlaşmağa, görüşməyə, həm də əzizlərimizin məzarını ziyarət etməyə bir fürsət olsun deyə bu günə bunu salmışam. Zəlimxan Yaqubun bir şeiri yadıma düşür, deyir ki, görüş var ömrünü versən də azdır, görüş var getməyə adam can çəkir. Görüş var sevinci sığmaz illərə, görüş var kədəri bircə an çəkir. Yaşasan dünyada arzu ilə kamla, sevincin sel olar, kədərin damla. Ürəkdən verilən xoş bir salamla, əli sidər, qanı qan çəkər. Mən istəmişəm ki, ziyalılarımızla əllərimizi bir-birimizə verək, qanımız isilsin obamıza, elimizə dəstək olaq. Bu, əsas mənim razılıq məqamım budur. Biz bilirik ki, məktəbdə həmişə Bilyadın yubileyi keçirilir. Biz demişik, hətta Bakıdakı məktəbdə də onun 5 ildən bir keçirsin cəmaatı. Ancaq vətənpərvərlik günü kimi 285 nömrəli məktəbdə hər il onun ad günü qeyd olunur. İstəyərdim ki, həm vətənpərvərlik günü kimi bu bir fidan balalarımız qoyub başa düşsünlər ki, bilsinlər ki, hansı məktəbdə oxuyurlar, hansı şəhidin adını daşıyan məktəbdə oxuyurlar, onlar da gələcəkdə qəhrəman olsun. Natiqlər çox gözəl dedi. Bilyadın yolu ilə görün, neçə qəhrəmanlar gedib, bu Azərbaycanda nə qədər ziyalılar yetişib, nə qədər hərbçilər yetişib. İnanın ki, bayaq adını çəkdilər Vüsət Xaniyevin. Vüsət Xaniyevin hər tarixində tanımayan adam yoxdur Azərbaycanda. O özünün dəsti xətti ilə bu, əlbəttə o yolu keçib, o bulaqdan su içib, qaynaqlanıbdır. Mən çox danışmaq, əlbəttə çox danışa bilərəm. Bayaq dedilər də, mən konferanslarda da çox olmuşam, danışmağı az çox bacarıram. Ancaq mən bir xatirə yadıma düşdü, Barat müəllim tanıyır. Mənim riyazi analiz müəllimim vardı, Sasun Yaqubov. Bu zühud idi, Bakıda, sonra Amerikaya köçdü, çox görkəmli riyaziyyatçı idi. Fizika riyaziyyat elmləri doktoru idi. Mənə dərs deyirdi, mən belə qoşu gəlirdi, bir kənd uşağı yazıq bir tələbə kimi. Bir neçə ildən sonra biz rastlaşdıq onunla. Elmlər Akademiyasının qabağında təsadüfən. Görüşdük bir ata-oğul kimi çox səmimiyyətlə. Mənə dedi, söhbətə, hardan gəlirsən? 85-ci ildir. Mənim kiçik qardaşım da Politexnik İnstitutunda imtahan verirdi. Dedim, qardaşım imtahan verirdi. Getmişdi onun qiymətini öyrənməyə. Görüşə dedi, sən uşaq hazırlayırsan? Dedim, bəli. Elədi mənə, üzüm döndərdi. Çıxdı, getdi. Mən başa düşmədim, fikirləşdim ki, ədəbsizlik elədim, bu müəllim məndən belə ayrıldı. Hər dəfə uzun da yadıma düşəndə ürəyim ağrırdı ki, mən o müəllimi çox sevmişəm. İllər ötdü, bir neçə ildən sonra təsadüfən yenə mənə rast gəldi.
Dedi ki, yine görüşdü benimle səmimiyyətlə, gözləmədiyim kimi belə buladı. Sonra yine dedi ki, neymişsən, hardasın filan, dedim elə universitetdə işləyirəm. Mən marağım üçün o söz, sual məni düşündürürdü. Ona dedim ki, Sasım müəllim, bəlkə keçən dəfə mən bir ədəbsizlik elədim, siz məndən ayrılanda belə könülsüz ayrıldınız mənə əli ilə, əlin arxası ilə belə. Dedi, yox. Mən elə bilirdim ki, səndən böyük riyaziyyatçı olacaq, səndən heç də olmayacaq. Belə təəccüblə baxdım, dedi, bacısın, qardaşın hazırlayan, onun imtihanına gedəndən böyük riyaziyyatçı ola bilməz, dünya şöhrəti. Necə demişdi Sasım müəllim, elə oldu, mən böyük riyaziyyatçı olmadım. Amma elimi sevirəm. Torpağım üçün, vətənim üçün həmişə nə bacarıqsa eləməyə hazıram. Bu gün də hesab edirəm ki, qoy eşitsinlər o ziyalılar, onlar gəlməlidirlər, borcları var. Bu tədbir, ümumi tədbirdir, tək bizim ailənin tədbiri deyil, bu bütövlükdə kəndimizin, ziyalıların tədbiridir. Gələn dəfələrdə əgər bu qrup yaşayacaqsa, bu amal olacaqsa, onun uğrunda çalışmalıdır, o cür düşünməlidirlər. İstəyirəm, elə şeirlə başladım, bir şeirlə də bitirəm. Məhəmməd Arazı hamınız sevirsiniz də. Məhəmməd Arazın bir şeiri var, deyir, qayanı yararlar, daşı çaparlar, daş qaya kiçilər, vətən kiçilməz. Ona Vaqif Nəsir gözəl bir şeir yazır, deyir ki, deyirsən kiçilməz vətən heç zaman, bəs dəyişən adlar vətən deyilmi? Qazaq Gədəbəydən hədiyyə gedən o kəndlər, uyurlar vətən deyilmi? Təkcə torpaq deyil vətən qardaşım, ana ləyaqəti, ata qeyrəti. Vətəndir kəsəyim, vətəndir daşım, vətəndir xalqımın dilə hörməti. Nankör övladların fərasətindən bəzən şərab kimi içilir vətən. Bizlər yal ötəndə el adətindən bilirsən nə qədər kiçilir vətən. Tikana çevrilər torpaqda bitən. Torpağa ana tək qiymət olmasa, nəinki kiçilər, yox olar vətən. Əgər övladında qeyrət olmasa, hamımızı qeyrətə dəvət edirəm. O qəhrəmanlarımız kimi qeyrətli olun. Sağ olun. İndi isə şeir söyləməkçi məktəbimizin 11-ci sinif şagirdləri şeirli gülümünə şəkli Gülgün. Ben Balayer Sarı'yım. Şehir Dünyeleri Karanlık hakkında Rüya da Günaydı, Anardı Vətən şeirini sizler için seslendireceğim. Körpə qəblərinə intizar tükən, ata yollarına gözünü dikən, şəhid qəbri üstə göz yaşı tükən, Rüyadır, Günaydı, Anardı Vətən. Həsrətdən sinədən ot tutub nəfəs, üç kövrəş qanatdır, üç köprə həvəz. Ata, ata deyib çağıran üç səs, Rüyadır, Günaydı, Anardı Vətən. Körpə qəblərini dərdi qəm yeyən, ata həsrətini ömrünə geyən, sənin torpağını atandır deyən, Rüyadır, Günaydı, Anardı Vətən. Boğazı kədərdən qəlbin qanadı, qırıldı sinəmdə sözün qanadı, bir şəhid atanın son əmanəti, Rüyadır, Günaydı, Anardı Vətən. Allah bütün şəhidlərimizi rəhmət etsin. Keskin xəyalımdan öz gözəli vurdum, dumanlar başında dastana döndüm, dastana döndüm. Keskin xəyalımdan öz gözəli vurdum, dumanlar başında dastana döndüm, dastana döndüm. Deyirlər bülbülə çəmən yaxşıdır, İnsan üçün laləzər vətən yaxşıdır. Deyirlər bülbülə çəmən yaxşıdır, İnsan üçün laləzər
vətən yaxşıdır. Lalə vətən yaxşıdır. Şair sorma vətən nədən yaxşıdır. Adı gələcək könlüm dastana döndü, dastana döndü. Şair sorma vətən nədən yaxşıdır. Adı gələcək könlüm dastana döndü, dastana döndü. Xoş mənzərə, şövqümü artırdı şeirə qəzələ. Könüllər cəlb edən bu xoş mənzərə, şövqümü artırdı şeirə qəzələ. Çatdıqca vətənim neylim nəzərə, təbiətdə mənə heyran göründü, heyran göründü. Çatdıqca vətənim neylim nəzərə, təbiətdə mənə heyran göründü, heyran göründü. Yizlən izin tək eşqimlə coşdu, xüyalar içində sanki bir uçdu. Xəzərdən izin tək eşqimlə coşdu, rüyalar içində sanki bir quşdu. Vətən arzusuyla nəğmələr qoşdu, tufanlar başında dastana döndü, dastana döndü. Vətən arzusuyla nəğmələr qoşdu, tufanlar başında dastana döndü, dastana döndü. Sorma vətən nədən yaxşıdır, adı gələcək könlüm dastana döndü, dastana döndü. Şair sorma vətən nədən yaxşıdır, adı gələcək könlüm dastana döndü, dastana döndü. Onun zəhmətindən güc almışam mən. İlk dəfə əlimdən o tutub mənim, onun sayəsində ucalmışam mən. Soruşsan sən məndən ey aqil insan, desən fəxr edirsən həyatda kimlə? Bircə qürurla deyirəm mən bu sözü, mən fəxr eyləyirəm müəllimimlə, mən fəxr eyləyirəm müəllimimlə. Dəyərli ziyalımız olmuş mərhum Murad Hüseynovun timsalında dünyasını dəyişən müəllimlərimizə Allahdan rəhmət diləyirəm. Qalanlarına can sağlığı. Xoş o şagirdlərin, yeni yetirmələrin, yeni yetmələrin halına ki, müəllimləri həyatda sağ ikən ondan halallıq almaq qismət olsun. Bax, qəhrəmanımız öz qanı ilə, canı ilə keçdiyi şərəf yolu ilə o halallığı ala biliblər. İstərdim bu məqamda dəyərli ziyalılarımızı ardıcılığı dəvət edəcəm. Barat müəllim, öncə istərdim siz zəhmət olmasa buyurasınız bura. Mən üçün nə şərəfdir, elə ilk əvvəl onu deyim ki, elə qəhrəman balanın müəllimi olmuşam. Mən üçün elə bəsdir, şərəfdir həqiqətən. İndi hər müəllimin qəlbində şagird yer tuta bilmir. O şagird müəllimin qəlbində yer tutur ki, öz davranışı ilə, əməli ilə, hərəkəti ilə qəhrəman olsun. Və bir də belə bir söz var ki, deyir ki, qəhrəman olmaq üçün gərək anadan qəhrəman doğulasın. Bu həqiqətən belədir. Bünyadəli Pələngov doğrudan da anadan elə qəhrəman doğulan olurdu. Onun haqqında müəllim kimi çox xatirə danışmaq olar. Yəni, Bünyadəli ilə həmyaşıd olanlar bilir. Bünyadəli elə bir şəxsiyyət idi ki, davranışı ilə, hərəkəti ilə, əməli ilə hamıya kömək eləmək istəyirdi. Düzdür, onun riyaziyyat sahəsində elə məşğuliyyəti yox idi. Amma mən fizikadan laboratoriya iş yaparanda, bu kimi yoldaşlardan biri dedi, məktəbin texniki avadanlığının hazırlanmasında, onun böyük rolu həqiqətən belə idi. Bir də görərdim ki, Bünyadəli hazır eləyib, Barat müəllim ki, hazırdır. Gəl yenə dərsi keç. Amma belə idi.
və yaxud da ki, məsləhət verməkdə. Deyərdi ki, müəllim, o şagirdi görürsən, o vətənpərvər olacaq. Gəlsənəm o hərbi məktəbə getsin. Deyərdim, nədən bilirsən? Yox, mən bilirəm də qoçaq olan o. Çünki o öz timsalında qoçaqlığı görürdü. Bünyadəli həqiqətən hamının qəlbində yer tutan, qardaşın, bacının, qohumun, onun hamının qəlbində, müəllimin qəlbində yer tutan qoçaq idi o. Təkcə indi milli qəhrəman verilmir, bu xalqın qəlbində olan milli qəhrəmandır. Elə onun duruşuğundan baxın da, həqiqətən elə milli qəhrəman, duruşuğu milli qəhrəmandır. Mənim əziz şagirdim, nə qədər ürəyimdə mehriban söz var, sənə onu aid eləyə bilərəm. Allah səni rəhmət eləsin. Sənin yolu ilə gedənlər sənin qanı aldılar. Elədir, Allah səni rəhmət eləsin. İndi də mən bir şey sevinirəm ki, Bünyad Əli deməli öz adını yaşadan 2 dənə körpəsi var, ona mən sevinirəm. Allah qoysa, onlar ondan da qoçaq olacaq. Allah onları böyütsün, onun valideynləri onları xeyri görsün. İnşallah onların hər ikisi, həm Bünyad, həm də ki Əli. Elə onun yolu ilə gedəcək və inşallah anasının qəlbi o tərəfdən saf olacaq, düzdür. Cavan vaxtında qəlbi gövrək olubdur, inşallah onlara görə saf olacaq. Allah səni rəhmət eləsin. Bünyad, mənim əziz şagirdim, qəlbində həmişə yeri olan şagirdim. Allah səni rəhmət eləsin. Sağ ol. Baş daşını qucaqlayıb küləklər, dağlar sənə laylay deyir, şəhidim. Bir zirvəsən, ucalacaq dünyada. Sən cavansan, qocalacaq dünyada. Bir zirvə var, daim qalacaq dünyada. Dağlar sənə laylay deyir, şəhidim. Dünyadın təkcə valideynləri, qan qohumları deyil, onu tanıyan hər kəs və birinci yerdə də ona dəstəyən müəllimlər hər zaman onu və onun timsalında canından, qanından vətən uğrunda keçən qəhrəmanlarımızı anırlar, öz balaları kimi onlar üçün laylay deyirlər. Yenə də qəmli notlara toxulmazdım, xoş xatirələrin bölüşmək üçün dəyərli ustadımız Murad müəllimi dəvət edirəm. Murad müəllim, buyurun. Salam, xoş gördük hamınızı, dəyərli tədbir iştirakçıları. Qonaqların hamısına xoş gəldim deyirəm, xoş gəlmişsiniz. Sonra da öz bir borcum olaraq mən bu tədbiri ərsəyə gətirib bu vəzifə çatdıran məktəbin rəhbəri başda olmaqla bütün əməyi olan hər kəsə böyük təşəkkürümü, minnətdarlığımı bildirirəm. Kim idi Bünyad? Mənim nəzərimdə, mənim yaddaşımda. Bünyad uşaqkən bizim toylarımızın bəzəyi. Hələ uşaqkən. Əvvəl zərb alətlərində, sonra isə heç bir ustadı olmadan, heç bir müəllimi olmadan sərbəst şəkildə gitarada Azərbaycanın xalq mahnılarını, Azərbaycanın xalq musiqisini ifa eləyən bir musiqisi olub. Ondan başqa Bünyad mənim yadımda tərbiyəli, mədəni, ağıllı, dərslərinə həmişə vaxtında gələn, yaxşı dərs oxuyan bir şagird kimi qalıb. Yəni, elə şagird var, müəllimin həyatından gəlir, keçir, o heç yadda qalmır. Amma Bünyad mənə belə gəlir ki, ona dərs deyən müəllimlərin hamısının xatirində qalıb, hamısının yadında bir yaxşı insan kimi, yaxşı şagird kimi qalıb. Sonra da mən Bünyadla orta məktəbi qutarandan sonra iş yoldaşı olmuşum. Yəni ki, o məktəbdə laborant işləyib, biz müəllim olan vaxtında burada çıxış eləyənlər qeyd elədilər. Bu insan qeyri-adi istedada malik olan bir insan idi. Təsəvvür edin ki, o vaxtı heç kəsin ağlına gəlməyən, heç yerdə olmayan, onda nə telefon vardı, nə elektron vardı.
bütün sinif otaqların hamısı mikrofonlaşdırmışdı, birləşdirmişdi direktor otağı ilə. Direktor otağında direktor özü bütün siniflərdə müəllimlərin dərslərini dinləyə bilirdi, müəllimin xəbəri olmadan. Bunu bünyad eləmişdi. Başqa heç bir məktəbdə. Mənə belə gəlir ki, bəlkə Leriki mərkəzində olan məktəblərdə var idi, amma kənd məktəblərinin heç birində yox idi. Çox gözəl rəssamlıq qabiliyyətinə malik idi, gəl qabiliyyətinə malik idi bünyad. Gözəl rəsm, yaxşı şəkillər çəkirdi. Həqiqətən də onun texnikadan elə qəşəng. Təsəvvür edin ki, bu insan Barat müəllim də qeyd elədi, sonra o əvvəl çıxış eləyənlər də qeyd elədi. Çox zəngin laboratoriya hazırlamışdı özü üçün o. Müəllim dərsə gedənə qədər artıq müəllimin, fizika müəlliminin, kimya müəlliminin əvvəlcədən mövzunu götürürdü, sonra o mövzuya uyğun olaraq sinif otağında laboratoriya tədbirləri üçün bütün əşyaları aparır, düzürdü və keçirirdi. Bax, bünyad belə bir istedada malik olub. Sözümün əvvəlində dedim, toylarımızın da həmişə bəzəyi olub. El şənliklərində atası ilə birlikdə çiyin-çiyinə musiqi alətlərində çalıb, ifa edir. Sonra Bünyad Orta Məktəbi qutarandan sonra mənim ən sevimli şagirdlərimdən biri olduğunu bir də daha qeyd eləmək istəyirəm. O mənim ixtisasımı seçib. O vaxtı o, Mirzə Fətəli Axundovanın Rus dili və ədəbiyyatının üstünə daxil oldu. Və oranı çox yaxşı qiymətlərlə bitirdi. Çox əla oxudu. Sonra isə vətənə olan məhəbbəti, xalqa olan məhəbbəti, daha doğrusu orduya, xalqı müdafiə eləmək qabiliyyəti, bacarığı, daha doğrusu həvəsi onda daha çox olduğuna görə o hərbini seçdi, getdi hərbiyə. O hərbidə də öz bacarığın o əvvəlkilər kimi necə lazımdır o cür göstərdi. Bunu həqiqətən çətindir, hər kəs eləməz. Həminki günü o, mühasirədə olan yoldaşların xilas eləmək üçün bir dəfə gedib onlara hərbi sursat aparmışdı. İkinci dəfə gedəndə ona komandir demişdi ki, getmə. O baxmamışdı. Əməliyyat hazırlamışdı və getmişdi və nəhayətdə şəhid olmuşdu. Mənə belə gəlir ki, Bünyad şəhidlik zirvəsinə uzalmağı ilə bizim elimizin, bizim kəndimizin müəllimlərinin adını ucaltdı, yüksəltdi və özü də bu ada çox böyük ləyaqət ilə xidmət elədi. Allah Bünyadın timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Qəbirləri nurla dolsun. Məktəbimizin şagirdləri, mən sizə müraciət eləyirəm. Sizin məktəb Bünyadın adını daşıyır. Təsəvvür eləyin ki, ondan bir özü üçün nəticə götürün. Onu kimi olun, onu kimi oxuyun, onu kimi qəhrəmanlıq göstərin. Çox sağ olun, hamıza təşəkkür edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Növbəti çıxış içində sözü uzun müddət bu müqəddəs məkana rəhbərlik etmiş Ağsaqqal ziyalımız Vaqif müəllim dəvət edirəm. Hamınızı salamlayıram. Qonaqlara xoş gəldin deyirəm. Mən Bünyadəli Pələngövün qaynıyam. Burada eləşən mənim bacımdır. Mən ona indi bacı demirəm, həmişə ona qardaş deyəm, müraciət edirəm. Çünki o bizim başımızı 92-ci ildən bu günə qədər yüksəkdə tutur. Mən Bünyadəli Pələngövlə uşaqlıdan bir yerdə böyümüşüm. Qonşu olmuşum. Allah rəhmət elə, Rahilə xanım, bir də Növbətəli böyük qardaş olur. O, ola Rahilə analıq eləyib, Növbətəli atalıq eləyib. Bizim gecəmiz, gündüzümüz bir yerdə olur. O hansı xarakterə malik insan olur, mən onu çox gözəl bilirəm. Mən məktəbdə o vaxt bir pioner başdasa rəhbər işləyirəm. O da məktəbdə laborant işləyirdi. Yoldaşlar çox gözəl dedim. O,
Bakıya yolu düşərdi. Hara hökmən məktəbdə bir yenilik etməyi bacarardı. Nə qədər məktəbdə yazı pozu işi vardı. Plakat, indi hazır plakatlar var. Bütün plakatları biz bir yerdə işlərdik. Səhnəciklər hazırlardı, dram əsərləri səhnəyə qoyurdu. İnanırsınız, o heç yerdə o fitrən o səhnəciyi hazırlayırdı və yuxarı məktəbdə biz o əsəri səhnələşdirib icra edirdik. Binnədəli Pələngov çox vətənpərvər, torpağını sevən, anasını, bacısını, hər bir vətəndaşa hörmətlə yanaşmayı bacaran bir şəxs olurdu. Onun ən nəhayət o getdi, hərbiyə daxil oldu. Mən tez-tez Bakıya yola düşürdüm, gedirdim. Onlar Suraxanada olurdu. Mən onların hətta qərargahına gedərdim, fəhmini gözümlə, yəni yaxın stol üzbəli oturmuşam. Sonra icra başçısı oldu, Həsən müəllim, Səbaildir, o 26-nın başçısı oldu. Mən onların qərargahına gedərdim. Onların mən danışına baxanda mənim bədənim ürpəşərdi. Orada bir söz demərdim, yolda deyərdim, gəlib evdə deyərdim, Bünyad, ehtiyatlı olun, belədir, belədir, haqsızlıq dünyasıdır, özünü qoruyun filan. Deyərdi, ay müəllim, ay qardaş, mən qoruyum özümü, o qoruyum. Biz onsuz seni bu həyata bir dəfə gəlmişik, bir dəfə də gedəcəyik. Mən and ola Allahın dediği, mən şəhidliyi özümə don biçmişəm. O eldirmə, belə şeydanı deyir. Yox, mən yenə deyim, odun alovun içindəyim. Kimin qismətidir, salamat bilir. Kim qismətidir? Mən getdim 10 gün, o getmişdi, dedi ki, evdə qalman gedirəm. O vaxtda Sərsən Suanbarı idi orunda, Aran Zəmin orunda, Sırxaban doğuda döyüşlər gedirdi. O 10 gün mən qaldım, gəldim, dedim, bizərə, dedim, mən də sənin saldatın, ailə uşağı sağ-salamat saxladım. O vaxtı, 92-ci il, elə bir vaxt idi, o vaxtı yaşayanlar bilir. Çörək otsiretinə qalardı, qadınlar bir tərəfdə, kişilər bir tərəfdə. Çörək tapmaq olmazdı. Binədəli 92-ci ildə dünyasını dəyişdirdi. Mən oradan cəmi 3 gündür gəlmişdim. Onun növbəsi, o növbədən kənar, bayaq yoldaşlar dedi. Yoldaşlar mühasirəyə düşmüşdü. Mühasirəni yarmışdı. Öz döyüş yoldaşlarını xilas etmişdi. Nəhət onun dediyi kimi elə bir ki, şəhidlik ona qismət oldu. Doğrudan da bu günləri adam baxanda şəhidlik hər kəsə qismət olmur. Şəhidi mən deyirəm ki, ən uca zirvədir. Allah yanında da, hökumət yanımızda da. Ona görə də o uşaqlığında yenə deyim, onlar nəslə, mən bir şey haşiyə çıxım. Onlar nəslə fitri istedaddılar. Mixəhinənə arvad vardı, o qədər bayatlar bilərdi, oradan bilərdi, bilinmir. Atası heç yerdən təhsil almış musiqi savadı vardı. Mən səmimi deyirəm, bu gecə mən ağlamışam. Niyə? Birdən Təhər Bayramovun baxarınız olar Spes kanalında. Onun şagirdlərinin konserti vardı. Orada Rəvana Əmir Aslanov çox gözəl muğam müsahibəti ayrət edib. O ona söz verdi. Dedi mən retro mahnılardan birini ifa edəcəyəm. O vaxtı, yəni bir 70-ci illərin qəşəngdir mahnısı. O çox gözəl oxudu. Mən ağladım, kövrəldim. Bünyədəli Pələngovun heç bir musiqi savadı yoxdur. O bizim qonşuluqda gitarada o gözəl o gitara çalardı. Onun ən gözəl qəşəngdir mahnısıydı. O doğrudan da indi mənim qəlbimdə o mahnı elə bir ki, qulağımda səslənir. Çox danışmıram, çox vaxtızam. O bacım, demək sən doğrudan da bu günləri 60-cı il təvəllüddür, 92-dən mənə sahibsiz qaldı. Sahib onun şəhidliyi, elə bir ki, o bu günləri o şəhidliyin yolun davam elədi. 3 dənə bala saxladı. 3 dənə. O vaxtı yenə açıq demək lazımdır. Hökumətin heç bir dəstəyi yoxmazdı. Amma indi var olsun bizim hökumətimiz. Hər cür şəhid ailələrine, şəhid adlarına hörmət, izzət vardı. O vaxtı çox çətindi. O 3 dənə mənim qətibə bacım 3 dənə balasını saxladı. Dişi ilə də mənim sana 3-ünə də ali təhsil verdi. Ha, indi onun oğlu
İncəsənət Universitetini tutardı. Yenə də atasının bu günə qədər evində həmin o kitaranı saxlayır və Niyamati Musayevlə qrup düzəldir, televizorda çıxsın. Anar mənim balam, qurban olun bana. O atasının sənətini davam etdirir. Bu günə də televizor həmin qrupla bir yerdə çıxış eləyirlər. Çox danışım. Yenə deyəm, xəknənənin, qulam, onlar üçün nə qədər yazsın, onlar bir kitab tutmaz onların. Yəni onlar nəslən, şəcəri ilə. Onlar fitridirlər. Hətta deyərlər ki, məktəbdə biri yaxşı oxunda deyirdi, bu xəhnənənin iyi dəqiqi, onsu yaxşı oxuyacaqdı, o əlatçı olacaq. Həqiqim mənada eləydi, and ola Allaha. Yəni o, belə bir, o ailə fitristdir, o vaxtı qəlbimizdə, lirikdə ilk şəhidlərdən biridir, Züvüs ilk şəhididir. O şəhidlə biz bu günlərdə fəxr edirik. Mən ona bir kürəkən kimi yox, bir qardaş kimi, uşaqlı dostu kimi baxıram. Mərd analarındansa, mərd qadınlarındansa, onun yolun bu günlərdə siz davam edin. Əbülfət müəllim, yenə deyəm, sizin uzaq insansınız. Sizin alnınız açıqdır. Siz həmişə hiç yeriməyi bacarmaz. Çünki siz vətənə bağlı insanlar yetişdirdiniz. Ailözdə, uğrusunda, onun bacılarına və yenə deyəmən, bütün qohum əqrabasına çox danışır. Amma Binət Əli, mən sənin qarşında başacağım. Mən nə zəhmət çəkmişəm, yenə bir-birimizlə Allah səni halal eləsin, anon sütü kimi. Yenə deyəm, sağ ol, qəbrun nurla dönsün. Sağ ol, sağ ol. O müqəddəs varlığı qoruyanlardan birincisi də qələm əhli olan, qələmli şiringə çevirib, arxa cəbhədə olsa belə, ön cəbhədə döyüşənlərimizə dəstək olan şairlərimizdir. Xoş o şairlərin halına ki, o sözü urvatda saxlaya bilir. Xoş o şairlərin halına ki, yaradıcılığın əksər hissəsini, bax, Bünyadəli kimi və onun qoyduğu məktəbin davamçısı olan qəhrəman qardaşlarımıza həsr eləyir. Fərqi yoxdur, hansı formada olur olsun. Elə şairlərdən biri də bu günləri məclisimizdə şərikləyen dəyərlimiz Əliza müəllimdir. Əliza müəllim, buyurun zəhmət olmuşsa. Mən və rayon rəhbərliyin, rayondan gələn qonaqları, məktəb direktoru, Əbülfət müəllimi, beləcə də məclis iştirakçılarını salamlayıram. İlk növbədə onu demək istəyirəm ki, sual eləyiblər, ən gözəl çıxış hansıdır? Deyiblər, qısa olan çıxış. Amma bugünkü bu çıxış, bugünkü məclis, bugünkü toplantı elə toplantıdır ki, və Bünyadəli elə bünyaddır ki, Əbülfət müəllimin bilmədiyin Əli Rza bilir, bünyadla bağlı. Həyatımız biridir, qapı-qapıya idi, yaşılıdır, naharımız, günortamız, şamımız bünyadla bir yerdəyik. Nobatəli müəllim bilməzdi Bünyadəlidən Əli Rzanın sirri. Atabəy, Əli Rza, bir də ki, Bünyadəli gecəli gündüzlü bir yerdə yox. Bəlkə yatanda da ya onların evində yatardı, ya bizim evdə. Bünyadla bağlı xatirələr o qədər çoxdur ki, yəni orta məktəbi qutarandan sonra da əlaqələrimiz çoxdur. Gözəl bir qətibə şahiddir. Sürprizləri o çox sevərdi. Bir dəfə məni evlərinə qonaq çağırmışdı, xəbərim yoxdur. Mənlə olan yoldaşa deyil, yoldaş da Rus idi. Getdik bunlar, mənə dedi, gedir, Qosti gedir, hara gedir, Bakıda. Dedim ki, dünənləri Bünyadəli, mən sanatoriyadaydım, gəlmişdi ora. O bizim icazəmizi aldı öpülən. Sən demə, Rus dilində bunlarla danışırlar, mənim xəbərim olmayıbdır. Qətibə şahiddir, bax belə oldu. Yaddaşım yaşımın əlini sıxıb, yanında olmaya təmənnası var. Yaddaşım yaşımın əlini sıxıb, yanında olmaya təmənnası var. Yaşım bu çağında mənəm deyib, özümü ölməyin nə mənası var. Doğrudan Əbülfət müəllim bilir ki, mənə qoca demə bir şeiri vardı, amma indi qocalmışıq. Həm də məsuliyyət hissi ilə bağlı, onu deyim ki, Bünyadəli ilə bağlı bəlkə bir 30'dan yuxarı mənim yazım var. Və hər birində əzbər bilirəm. Zirvəsi qartal itirən bir dağdır Bünyadəli. Sevimli lüller bitirən bir bağdır Bünyadəli. Dərin idi ümman kimi, şirin idi güman kimi, el dərdinə dərman kimi bir tağdır Bünyadəli. Bacı Mixail, qardaş Pişan,
Mən mən verim nişan. Tufan günü el yapışan budaq idi Bünyadəli. Doğrudan da Bünyadəli başqa şehirlərdə hər birində Bünyadəli ilə bağlı 30'dan yuxarı şehrim var. Bilmirəm indi Sahil müəllim uşaqlara verilmir. Amma məsuliyyət üstündən bağlı söz adamı kimi bayaqdır biz bəli. Söz kökü sağı salma kökdən. Keçir xəl birdən ələkdən alırsa gəlsə ələkdən sözün kası apar qaytar. Şəxsən şəhid haqqında kal danışmaq, kal söz demək ən azı günahdır. Odur ki, televiziya kanallarında da mənim çıxışlarıma baxıb yoldaşlar, mən heç vaxtı dəftər, vərər, nədənsə baxmaq yoxdur. Amma bu şəhidlə bağlı son yazılarından, kitablarında getməyən bir şeiri oxumaq istəyirəm. Xahiş edirəm bunu. Deməli, kitablarda gedən şeirlərin hamısını əzbər bilirəm. Elə bu şeirdə əzbər bilirəm, ancaq Aprel günü şəhid Bünyadəli Pələngövün əziz xatirəsilə bu yazıların heç biri kitablarda getməyib. Atanda gözünü güllü bahara, hər növcü çiçəkdən tərdi bünyad. Yoxluğu hər kəsin qəlbində yara, ucada vüqarlı əridi bünyad. Atası elinin tikansız günü, bir kəsə soyuq söz deməmişdi heç. Anası çiyində əli qələmli mələk, övlad qazancını yeməmişdi heç. Yurduma anyanlar ayaq açanda özünü saxlaya bilməzdi bünyad. Yolunda mərmilər ışıq saçanda gözünü bağlaya bilməzdi bünyad. Şirin canlar oldu, soldu yaz günü, Ərənzəmin yolu açılmaq üçün oldu Aprel günü, oldu yaz günü, hər bahar yenidən açılmaq üçün məzarın nurla dolsun dünya. Sağ ol Zəlim xan. Salam şəhid xanımı, necə də qürurlusan. Dağ boyda yarın gedir, yenə də dik durmusan. Dünyadın ruhu şad olsun. O övladların körpəlik vaxtından analıq yükünü əziyyətlə çəkən bir ana, ikinci bir yükü şərəflə, qürurla çiyninə götürüb bu günümüzə qədər daşımağı bacaran Qətibə ananın timsalında bütün şəhid analarının, şəhid bacılarının, şəhid xanımlarının şərəfinə alqış gəlsin və Qətibə ana, əllərinizdən öpürəm, sizi alqış sədaqalı altında dəvət edirəm. Bünyadəli müəllimdir, ruhu şad olsun, Əbülfət müəllim, əziyyət olmasa Qətibə xanımla buyuraq buraya. Mən üzr istəyirəm, ikinci dəfə mikrofonu götürdüyümə görə adət var. Ancaq mən hesab edərəm ki, Qətibə xanım təşəkkür deyəcək. Ancaq Qətibə yenə mənə haber, o mənim qız qardaşımdır. Eyb yoxdur, kövrəlir. Mən də kövrək adamım, amma kövrəlmək lazım deyil. Mən elə gəlir ki, bayramdır, sevinmək lazımdır düşünmək. Əvvəla mən hamıca ayrı-ayrı təşəkkür edirəm. Hamısının bu doğmalarım, qohumlarım, sevə-sevə gəlmişsiniz bilirəm. Ona görə qarşınızda hamımızın başayım. Amma bu günləri bizim rayon icra başçısı sağ olsun, nümayəndə heyətini göndəribdir. Onu təşəkkürünü çatdırır, xahiş edirəm. Şəxsən mən onu görüşmüşəm, çox diqqətçil oğlandı. Gənc olmasına baxmayaraq yayda mən görüşmüşəm. Mənim yubileyimdə mənə təşəkkür məktubu da göndərmişdi, tərifnamə də göndərmişdi. Diqqətdən ki, o çox qabiliyyətli oğlandı. O atasını belə mən tanıyırdım. Allah rəhmət eləsin. Bu günləri Arzu xanım mənə o qardaş təqdim edir. Necə Qətibə xanımı Suraxan icra başçısının təqdim edəndə deyib ki, onu bizim qohumuq, qucaqlayıb qohumuq biz. İndi mən Arzu xanımla qohumam, onun qardaşı ilə dostam. Ruhu şad olsun, atası da ağsaqqalımızdır, çox yaxşı tanıyırdım. Bu günləri tədbiri yüksək səviyyədə hazırlayıblar. Mən birinci növbədə mənim həm qardaş oğlumdur, həm də tələbəm olub Sahil müəllim. Qabiliyyətli olandı, ona təşəkkürümü bildirəm. Xeyli zəhmət çəkib. Bu fidan bağlar necə ürəkdən danışırlar, necə ürəkdən oxuyurlar. Adam biganə qala bilmir. Doğrudan da bilirsən ki, bu kəndin, bu məktəbin məzunları həmişə qəhrəman olacaq, həmişə önündə gedəcəklər. Bax, Arzu xanım dedi, bizim regiondan
bir dənə Xankəndi Universitetində oxuyan tələbə elə mənim bacım qızıdır. Hamımız dəstəkdir. Belə sevindirici haldır. Bu çox olsun. Qoy belə hallar çox olsun. Əbdül müəllimlə biz Bakıda da görüşürük. Həmişə məclislərin bəzəyidir. Çox ürəklə keçən dəfə də bu məclisi apardı. Bu gün də sevə-sevə. Başqa müəllimlərin qarşısında baş ayıram. Hamısı mənim sevdiyim adamlardır. Əlizə müəllim uşaqlıqda bilməmiş onun dəyəri. Xahiş edirəm siz bilin. O böyük şairdir. Onun şeirlərini mən baxmayaraq riyaziyyatçıyam. Əzbər vaxt almaq istəmirəm. Bir neçə şeyini də elə əfsə etməyə bilərdim. Var olun. Gələn qədəmləriniz var olsun. Gəlməyənlərin də qulağı cimcildəsin. Sağ olsunlar. İnanıram ki, gələn tədbirlərimizdə, o amalla olan tədbirlərimizdə yekdil, vahid şəkildə iştirak edəcəklər. Bunun sorağı yayılacaq bütün elimizdə odamıza. Görürəm hamıza. Bəli, dəyərli qonaqlar, gözəl, möhtəşəm bir tədbirin sonuna yaxınlaşmaq üzrəyik. Əbülfət müəllim Bakıda da görüşünüzdə qeyd eləmişdi, bayaq da qeyd elədi. Bir neçə dəqiqədən sonra tədbirin rəsmi hissəsi bitəcək, dəyərli ziyalılarımız yoluna davam edəcək inşallah. Qalan bu məkanın bir neçə aparıcı müəssisəsi olan rəhbəri, dəyərlimiz Zabil müəllim, Sahil müəllim, Tomar həkim və eləcə də digər ziyalılar olmaq şərti ilə bir məşvərət var. Onu inşallah biz özümüz qeyd edəcəyik aramızda. Hər birimizin amalı necə ki, bir neçə ay öncə qısa müddətdə 30 ildən artıq həlli mümkün ola həll olunmayan müqəddəs yol problemi həll oldu. Züvüt ziyalılar yurdudur. O ziyalılar ki, təkcə Azərbaycanda deyil, tam səmimi deyirəm, kadrlar var məndə, hər bir vaxt. MDB məkanında Azərbaycanı və Azərbaycan təhsil sistemin layiqincə davam edir. Yüksək rütbəli 10-a yaxın polkovnik leytenantımız var. Ədliyyə müşavirimiz var. İstənilən sahədə sözünü deyib, özünü mən züvütlüyəm deyən oğullarımız var. Xoş mənim də halıma ki, qısa müddətdə olsa, əllərindən öpməyə borcu olduğumuz müəllimlərimin bax bu məkanda dərsini almışam və hər birindən halallıq almışam deyibən, mən o rahatam. Bir bağça salıb bağ istəsən, sağına bax, soluna bax. Kəndi tanımaq istəsən, əvvəl onun yoluna bax. Peki bundan sonra hər birinizin bu kəndə gəlişi o müqəddəs yolla şad günlərə təsadüf eləsin. O qrup da, WhatsApp qrupu ziyalıları bir yerə yığmaq üçündür. Dəyərlimiz Zabil müəllimin, Sahil müəllimin nə proqramı təklifi olsa, onu Bakılı, Şəkili, Züvütlü harada yaşayırsa, məqamında səs verməyə, vallahi məni də Züvütlü qəbul eləyibsiz deyib, mən özüm başda olmaqla oraya topladığımız iyana da bax, qəhrəman oğullarımızın ruhuna ihsan olaraq vermişik və sonuncu qəpiyimizə də verməyə hazırıq. Təklifimizdir bir olub Zabil müəllim. Bu müqəddəs məkanda Züvüt Ziyal qısa yekunlaşdırılır. Züvüt Ziyallar Muzeyi inşallah bərpa olunacaq. Ondan sonra tələbələr üçün təqaüd dövrə, onları rəsmi hissədən sonra və gəldik çatdıq sona. Yenə deyirəm, qeyrət məktəbi qoyan dünyadakı kimi oğlun davamçılarının sayəsində əbədi olan qələbəni qazandıq. Şair dostum İqbal Nemət yazır ki, başımızın üstündən duman çəkildi getdi. Gücümüzü göstərdik, düşmən əkildi getdi. Yağı yarpaq kimi idi, əsdik, töküldü getdi. 30 illik yuxudan 44 gün oyandıq. Bax, elə oğulların sayəsində biz qələbə qazandıq. Addım-addım yürüdük, səngər-səngər böyüdük. Bu yolda şəhid verdik, bayraqlara bürüdük. At sanımız qayıtdı, başımızsa oldu dik. Füzulidən başladıq, Şuşamızda dayandıq. Biz qələbə qazandıq. Hüküm verən başqadır, hükmü verdi hər anın. Qisasını almışıq hər bir tökülən qanın. İzlədi, sıxdı gözü kəlləsinə dünyanın. Bəlkə biraz gecikdik, bəlkə biraz yubandıq. Biz qələbə qazandıq. Şükür olsun Allah'ım. Şükür olsun Allah'ım, ədalətin mübarək. Rahat uyu şəhidim, şəhadətin mübarək.
Qazim, əskərim, ordum, şücaətim mübarək. İşğal adlı bu sözdən biz yorulduq, usandık. Sonda elə onların sayəsində biz qələbə qazandıq. Biz qələbə qazandıq. Ulu Yaradandan arz edək ki, qələbəmiz daimi olsun. Görüş yerimiz həmişə 4 aprel bütün zübüçülərin birliyi günü kimi harda olursa olsun sizin yanınızda inşallah.